Hər kəs yeni ili qarşılamaq ərəfəsindədir. Təbii ki, bu bayrama ən çox sevinən körpə fidanlardır. Sumqayıtlı körpələr üçün isə bu bayram daha əlamətdar oldu. Belə ki, sağlam genofondu daim düşünən şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişi ilə icra hakimiyyəti nümayəndələri yeni il bayramı münasibəti ilə balacalara təhsil aldıqları bağçalarda bayram sovqatı paylanıldı. 63, 11 və 45 nömrəli bağçaların fidanları sevinc anları yaşadılar. Qeyd edək ki, 63 nömrəli Körpələr Evi Uşaq Bağçasında 196, 11 nömrəli Körpələr Evi Uşaq Bağçasında 225, 45 nömrəli Körpələr Evi Uşaq Bağçasında isə 270 uşağa hədiyyələr təqdim olundu. Məlumat üçün bildirək ki, Sumqayıt şəhərində 56 bağçaya ümumilikdə 8000 hədiyyə paylanıldı. Əlbəttə, bu şəhər rəhbərliyinin bu xeyirxah təşəbbüsü yüzlərlə uşağı sevindirdi. Bir daha Sumqayıtlı körpələrin diqqət mərkəzində olduğunu təsdiqlədi. Jingle bells, jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Bugün uşaqların bayramıdır. Yeni il şənliyidir və bu yeni il şənliyə hörmətli başçımız uşaqlar üçün hədiyyə göndərib. Hələ indiyə qədər belə bir şey uşaqlara olunmamışdı. Ona görə də uşaqların bugünkü sevincinə biz də qoşuluruq. Bağçanın bütün kollektivi, o cümlədən mən özüm, icra başçısına təşəkkür edirəm. Uşaqlar bizim gələcəyimiz, uğurlu inkişafımızın sabahının davamçıları, qiymətli genofondumuzdur. Biz də öz növbəmizdə televiziyamızın adından körpə fidanları yeni il bayramı münasibəti ilə təbrik edirik. Güləli Quliyeva, Elbrus İsmailov, Dünya TV.